Salam, hər vaxtınız xeyir, Sevinç xanım və təlim iştirakçıları. Hər biriniz xoş gəlmisiniz. Mən Babayeva Xədicə Education platformunun təsisçi rəhbəriyəm. Bugünkü təlimimizin mövzusu müəllimin peşəkar inkişaf portfolyolarının hazırlanmasıdır. Təlimçimiz Sevinç Məmmədovadır. Zəhmət olmasa təlimçimiz danışarkən mikrofonları bağlı saxlayın. Təlimçimiz sonunda hər birinizin sualını cavablandıracaq. Sözü çox uzatmadan verirəm Sevinç xanıma. Buyurun Sevinç xanım. Axşamınız xeyir. Hamınızı bu məkanda görməyə çox şadam. Bugünkü bizim mövzumuz müəllimin peşəkar inkişaf portfolyosu üzrə mövzusu ilə biz təlimimizi başlayırıq və təlimçilərə peşəkar inkişaf portfolyosunun mahiyyətini, hazırlanma və strukturu qaydalarını öyrətməkdir. Onların öz fəaliyyətlərini sistemli şəkildə təqdim etməyə kömək etməkdir. Gözlənilən nəticələr nədir? Yəni, təlimin sonu üçün iştirakçılar, tələbə, müəllimlər nəyi bilməlidirlər? Yəni, peşəkar inkişaf üçün portfolyonun məqsədini izah etməyi bacarmalıdırlar. Portfolyonun növlərini fərqləndirməlidirlər. Portfolyo üçün hansı materialları seçməliyik, onu bilməlidirlər. Öz fəaliyyətlərini qiymətləndirməlidirlər, refleksiya yazacaqlar. Yəni, bunları necə hazırlamaq lazımdır, bunu artıq biləcəklər. Şəxsi inkişaf planı hazırlamağı bacarmalıdırlar. Elektron və ya çap portfolyosunun ilkin nümunəsini yarada biləcəklər. Biz danışsaq portfolyo haqqında, onu biz anlamalıyıq. Yəni, portfolyonun məqsədini bilməliyik, onun növlərini fərqləndirməliyik. Amma ondan əlavə biz bilməliyik ki, portfolyo nədir? Portfolyo peşəkar fəaliyyətin, nailiyyətlərin və inkişafın məqsədli şəkildə seçilmiş sübutlara təqdimatıdır. O sadəcə sənəd olduğu deyil, bu müəllimin necə öyrəndiyi, necə inkişaf etməyi, necə o nəyi dərslərində və buna görə biz portfolyonun məqsədini, növlərini fərqləndirməliyik, sonra onu necə qurmaq, onun bölmələrini ardıcıl şəkildə planlaşdırmalıyıq və sübutları seçməliyik. İnkişaf etdirməliyik. Onu necə inkişaf etdirək? Yəni, refleksiyanı yazmalıyıq, şəxsi inkişaf planı hazırlamalıyıq. Bunun üçün əlavə sübut, yəni bu sübut bölməsi nə deməkdir? Orada dərs planı, şagird işi, sertifikat, rəy və layihə nümunələri olmalıdır. Refleksiyada biz nələri eləməliyik? Hər materialın nəyi göstərdiyini və hansı nəticəyə gətirdiyini izah etməlidir. İnkişaf üçün də növbəti məqsədləri, addımları və gözlənilən nəticələri müəyyənləşdirməlidir. Mən bunları sizə ardıcıl deyirəm, sonra hamısını bir-bir izah edəcəm. İşçi portfolyo nə deməkdir? İşçi portfolyo, yəni cari fəaliyyət, orada müşahidələr, sonra qaralamalar və inkişaf prosesin materialları orada qeyd olunmalıdır. Orada toplanır və bunu müəllim orada toplayıb özü üçün hamısını yığır. Təqdimat portfolyo. Təqdimat portfolyo çox maraqlı bir deyim sizə qovluqdur. Orada ən yaxşı işlər, nailiyyətlər və peşəkar bacarıqları göstərən seçilmiş nümunələr təqdim olunmalıdır. Bax, biz gərək bunları qeyd edək. Nədən başlayır? Portfolyonun əsas bölməsi. Birinci, titul səhifəsidir. Bu titul səhifəsində nə olmalıdır? Müəllimin və ya tələbənin adı, soyadı, ixtisası və işlədiyi və ya təhsil aldığı müəssisənin adı, əlavə məlumatları, portfolyonun qurulduğu il, yəni haçan hazırlanıb tarixi,
uyğun, baxın, mən bunu özüm yaratmışam. Yəni burada şəkil, müəllim öz şəklini də burada hazırlaya bilər. Ya hansı bir məktəbin şəklidir, öz dizaynıdır və hansı şəhərdə o müəllim işləyir, fəaliyyət göstərir, onu orada qeyd etməlidir. Sonra gəlir burada ikinci pedaqoji vizyon, yəni orada dəyərlər olur, prinsiplər, məqsədlər. Bunlardan danışanda biz gərək qeyd edək ki, müəllim burada nəyə dəyər verməlidir? Birinci, o niyə müəllim olub? Qısaca da məlumat olsa yazsın, niyə müəllimlik sənətini, ixtisasını seçib? Sonra hansı prinsiplərə o baxır? Yəni bundan danışsaq, qısa da olsa deyim ki, mən özümdən danışsam, deyim ki, mən niyə müəllim peşəsini seçmişəm? Birinci, uşaqları sevdiyim üçün. Sonra, çünki uşaqlara qayğı göstərmək, onlara bilik vermək hər bir insanın borcudur. Müəllim də onu bacarmalıdır. Onların inkişafına dəstək olmaq, gələcəklərinə müsbət rəy vermək, təsir göstərmək, yəni onları yaxşı motivasiya eləyib gələcək üçün, yəni böyütməliyik biz. Bax, bu yəni müəllimliyin niyə müəllim olmaq istəməyimdir. Sonra müəllimlik tək mənim üçün danışsam, bu tək peşə deyil. Bu həm də böyük məsuliyyətdir və mənəvi bir dəyərdir. Şagirdlərin uğurlarını görəndə müəllimlər necə sevinir, hər valideyn necə sevinir öz uşağın uğurları üçün. Müəllim üçün də bu böyük bir mükafatdır, onu deyim sizə. Və hər bir müəllim daim öz üzərində işləməyə bacarmalıdır. Ona görə ki, gələcəyə biz gərək savadlı, qayğıkeş, ədalətli bir insan yetişdirək və biz onu gələcəyə yollamalıyıq ki, o inkişaf eləsin, o da öz ölkəsinə ya insanlara bir xeyir gətirsin. Sonra danışsaq ki, təhsil və təcrübədən təhsil. Burada bu qovluqda bu təhsili haqqında yazmalıdır. İş yeri, haralarda işləyib, bəlkə bir yerdə işləyib, bəlkə çox yerdə işləyib. Sonra hansı fənlərdən dərs deyib, o hansı siniflərdə dərs deyib. Yəni ki, bunları qeyd etməlidir. Peşəkar inkişafı hansı təlimlərdə iştirak edib, seminarlarda iştirak edib, kurslar keçib, sertifikatlar alıb, bax, bunlardan qeyd etməlidir. Dərsin nümunələri, yəni plan, tapşırıq, təqdimatlar, qiymətləndirmələrdən burada qeyd etməlidir. Və nailiyyətlər, hansı nailiyyətlərə o nail olub, diplom işləri, layihələr, tədbir, nəticələr göstərib. Əks əlaqə, yəni şagird valideynlərlə onların əlaqəsi, söhbəti, görüşləri, həmkar və mentor rəyi, yəni ki, onlar hamısı qeyd olmalıdır. Bir papkada orada refleksiya və plan olmalıdır. Orada özünü qiymətləndirmə və növbəti addımı haqqında olmalıdır. Və bayaq dediyim kimi, hər bir insan, hər bir müəllim, hansı ixtisası seçir, o həmişə özünə sual verməlidir. Niyə mən bu ixtisası seçmişəm? Bu müəllimlik haqqında mən özümdən dedim, niyə seçmişəm? Amma müəllim belə baxanda kimdir? Və yaxşı müəllim yalnız o bilik verən insan deyil. O şagirdin şəxsiyyətinə hörmət etməlidir. Onu anlayan və inkişafına dəstək olan bir insandır. Hər bir şagirdə fərdi xüsusiyyətini nəzərə almalıdır. Yəni, hər bir şagird özünə görə o bir insandır və onun öz xarakteri var. Hər bir şagirdə biz hörmət, ədalət, münasibəti bəsləməliyik.
fəal iştirak, əməkdaşlıq, nəzəri biliklərin praktika və onu əlaqələndirməyi bacarmalıdır. Sonra hansı prinsiplərə üstünlük veririk? Bu aydınlıq, ardıcıllıq, sistemlik, bunları nəzərə almalıyıq. Yaradıcı və tənqidi düşüncənin inkişafı, müasir və interaktiv təlim metodlarından istifadə etməyi, müsbət psixoloji mühitin yaradılması, davamlı əks əlaqə və obyektiv qiymətləndirmə burada lazımdır. Mənim üçün desək, yəni mənə elə gəlir ki, bu hər müəllim üçün hər bir əsas prinsiplərdən biri də hər bir şagirdin potensialını üzə çıxarmaq, onda öyrənməyə maraq və özünə inam yaratmaqdır. Yəni çox zaman valideyn, müəllimlər ola bilsin ki, uşaqda görəndə ki, nəyəsə həvəs yoxdur, çalışırlar ona orada o fənə deyim, o bir işə maraq oyatsınlar. Amma uşağın nəyə həvəsidir, onu inkişaf etmək lazımdır ki, marağı hansı bir fənədir, ya hansı bir seçim edibsə, biz gərək onu inkişaf edək və sonra qıraqdan əlavə o fənləri biz ona kömək edək ki, onu da öyrənsin. Sonra müasir və interaktiv təlim metodlarından istifadə, müsbət psixoloji mühitin yaradılması, davamlı əks əlaqə və obyektiv qiymətləndirmə. Tələbələrdən soruşmaq lazımdır ki, müəllim olmaq istəyirsə, siz necə müəllim olmaq istəyərdiniz? Bunu mənə elə gəlir ki, bu zaman, indiki bizim zamanda bu sualı vermək lazımdır. Gələcəkdə savadlı, qayğıkeş, ədalətli, yaradıcı müəllim olmaq istəyərəm, deyər bir tələbə. Sonra biri deyə bilər ki, məqsədim yalnız bilik vermək deyil, həm də şagirdlərimə fərdi bacarıqlarını üzə çıxarmaqdır. Onlara öyrənməyə maraq və ya özünə inam yaratmaqdır. Yəni, bunlar çox vacibdir. Müəllim özünə bunları məqsəd kimi qoymalıdır və onların üzərində işləməlidir. Yəni, müasir müəllim metodlarından və rəqəmsal vasitələrindən səmərəli istifadə edən, daim öz üzərində çalışan müəllim olmaq üçün çalışmalıdır. Şagirdlərini dinləyən, səbirlə, anlayan, onların fikirlərinə hörmət edən və gələcək inkişaflarına müsbət təsir göstərən müəllim olmaq çox gözəl olardı. Sonra biz bu təhsil və iş təcrübəsindən danışaq. Yəni, təcrübəni necə göstərirəm, təhsil və iş təcrübəsi, bunları necə göstərir? Burada biz təhsil haqqında məlumat verməliyik. Pedaqoji təcrübəsi haqqında məlumat verməliyik. Yenə deyim, işlədiyi o müəssisələr haqqında, tədris etdiyi fənlər və siniflər haqqında, həyata keçirdiyi layihələr haqqında, sonra peşəkar inkişaf fəaliyyəti üçün, yəni öyrənmə hansı təlim kurslarda, webinarlarda, konfranslarda bir var iştirak edib, bir də var çıxış edib. Yəni, bunlara fərq qoyaq gəlin. Onları qeyd eləməlidir. Tətbiq, yəni yeni hansı üsullardan o dərsdə sınanması və nəticələrin qeydə alınmasını istifadə edir. Sonra metodik biliklərdə hansı fəaliyyət göstərib, özünə təhsil istiqamətləri, yəni bunların hamısından burada müəllim qeydiyyat aparmalıdır. Planlaşdırma, yəni nə planlaşdırmalıdır müəllim? Burada gündəlik dərs planı, əlbəttə ki, perspektiv plan OH, o birinci yeni tədris ilinin əvvəli qurulur. Perspektiv plan və açıq dərs nümunəsi. Son vaxtlar nə qədər desələr də ki, açıq dərslər keçirilmir, açıq dərslər yəni
iştirak olunmur. Açıq dərs mən müəllim kimi xoşlamıram. Yəni ki, əvvəlcədən ona hazırlaşmağa. Açıq dərs onda hardasa bir teatr kimi, yəni səhnə qurmaq kimi olur. Mən açıq dərsi elə düşünürəm ki, sadəcə bəlkə bir gəlib qulaq asaq. Yəni mənim fikrimcə hər dərs müəllim üçün açıq dərs kimi olmalıdır. Yəni biz hər dərsə hazırlıqlı getməliyik və ona görə hər dərsimiz açıq dərs kimi olmalıdır və daxil olan sinifə görsün ki, bəli. Yəni amma əvvəllər bu iş vərəqlərindən çox istifadə olunur. Təqdimatdır, oyunlardır, müxtəlif metod və strategiyalardır. Onlardan istifadə etmək olar. İndiki biz zamanədə bu interaktiv lövhədən istifadə edirik. Oradakı yəni videolara baxıb oradan bir nəticə çıxarır. Müəllim ya şagirdin nailiyyətləri haqqında, sonra orada layihə ya tədbirlərdən, foto şəkillərdən o qovluqda yerləşdirilməlidir. Şagirdin işi əvvəl, sonra nümunəsi və müəllim rəyi. Yəni şagird özü hansı bir proyektlər hazırlayır, layihələr hazırlayır və onun gördüyü işin haqqında nəticələr burada qeyd olunmalıdır. Layihələrdən danışsaq, burada məqsədi, müəllimin rolu və əldə edilən nəticə. Hansı layihələr həyata keçirdib, tək keçirdib, siniflə o məşğul olub ya müəllimlərlə birgə, yəni onlar hamısı fərqlidir. Yəni bunların haqqında izah etməlidir və o da bir qovluqda olacaq. Tədbirlər yəni ki, hansı bir yadda qalan tarixdir, bizim bayramlardır, tədbirlər ya hansı bir mövzuya aiddir. Orada o foto, proqram və pedaqoji əhəmiyyət haqqında qeydlər olmalıdır. İndiki zamanədə mən bir məktəbdə görmüşdüm, çox bəyənmişdim və mənim arzumdur ki, onları diskdə də saxlamaq. Yəni, bir var şəkilləri belə olmadan yığıb saxlamaq. Amma o məktəbdə mən görmüşdüm ki, onlar hamısını diska yazmışdı. Çox gözəl idi, çox bəyəndim. İndi əks əlaqə bu refleksiyanın danışsaq, hansı obyektiv daha olmalıdır. Refleksiya üçün hansı sualları biz verək? Bu sualları verək ki, hansı çətinlik, hansı fəaliyyət uğurlu oldu deyək, belə sual verək. Sonra burada hansı çətinliklərlə bu şagird qarşılaşdı? Problem necə həll olundu? Sonra nələri o dəyişmək istəyərdi? Növbəti mərhələdə nəyi öyrənmək istəyərdi? Yəni, refleksiyada biz tək sual vermirik də ki, anladın, hər şey başa düşdün, sualın yoxdur, yəni bununla, xeyr, bununla biz nəticələnməməliyik. Biz uşaqlara yəni, elə suallar verməliyik ki, yəni ki, onların istəyini də başa düşək. Yəni, sən bu mövzuda nəyi anladın, nəyi başa düşdün. Həm də biz refleksiyanı onu dərs planında yazırıq. Amma öz qovluğumuza biz özümüzü də qiymətləndirməyi bacarmalıyıq və orada özümüzə aid refleksiyanı da qeyd etməliyik. Yəni ki, bizə nə çətindir, nəyi biz edə bilmirik, yəni bunu etiraf etmək olar. Yəni nədə biz çətinlik çəkirik. Yəni necə biz şagirdlərdən soruşmuruq, öz portfolyomuzda biz özümüzü refleksiya eləyib qiymətləndirməyi bacarmalıyıq. Fərdi inkişaf planından danışsaq, yəni burada necə məqsəd ölçülə bilər də, bu hansı bir addıma çevirir? Deyim ki, planlaşdırmaq ki,
bir ay ərzində sinifi idarə necə etmək, dərsi müşahidə etmək və refleksiyanı üzərə çıxartmaq, sonra onun nəticəsini, yəni necə nəticəsi, yəni burada biz dərsi vaxtın düzgün səmərəli istifadə olunub ya yox. Yəni bunu qeyd etmək lazım olar. Burada deyək ki, rəqəmsal bacarıqlardan da istifadə etmək olar və interaktiv dərslər burada keçirmək olar. Yəni onları hazırlamaq olar. Sonra uşaqlarla birgə dərsi hazırlamaq, onları dinləmək, bəlkə onların təklifləri olsun, onu da qeyd etmək. Yəni bax, bu fərdi inkişaf planıdır. İkinci ay, deyək ki, bir ay belə sinifin idarə edilməsini özünə planlaşdırıb keçirdib baxmaq. İkinci ay isə bu formativ qiymətləndirməyə baxıb, yəni yeni üsulları dərsdə tətbiq etmək. Yəni formativ qiymətləndirmədə baxmağa ki, necə şagird burada artıb, onun fəallığı artıb, biliyi artıb. Yəni bunların nəticələrinə baxmaq. Üçüncü ayda isə bu rəqəmsal portfolio bacarıqdan necə istifadə etmək, ya da ki, planda yazmışıq ki, rəqəmsal kursda iştirak etmək istəyərdim və gedib orada deyək ki, bir həftə, 10 gün iştirak edib dərs keçmək və sonra onu gəlib öz sinifində tətbiq etmək. Yəni bunlar və bununla necə olacaq? Yəni biz bu kurslara gedib öz biliklərimizi artırmaqla, inkişaf etməklə dərsin sonra mərhələləri var ki, orada hardasa bizdə nəsə var idisə, onları sonra düzgün biz təşkil edirik və keçirdirik. Necə biz özümüz sinifdə praktik işlər aparmırıq və mən çox istəyərdim ki, sizinlə də bir praktiki iş məsləhət görüm. İndi kimin əlinin altında qələm var, kağız var, kimsə telefona yaza bilər. Yəni ki, mənim peşəkar portfoliyom belə qeyd eləsin və planlaşdırsın ki, mən portfolyomu necə yaradacağım. Bəli, birinci titul vərəqəsi, sonra özü haqqında qısa məlumat yazmaq, pedaqoji məqsədlərini müəyyənləşdirmək, sonra 3 güclü öz tərəfiniz haqqında yazın, öz xüsusiyyətiniz haqqında, sonra inkişaf etdirmək istədiklərinizi, 2 bacarığınızı seçirsiniz, orada qeyd eləyirsiniz, sonra portfolyo əlavə edəcək 5 və orada biliyimi artırım. Bax, belə. İndi biz çox təəssüf ki, offline olsaydı, biz qrup işi də keçirdə bilərdik sizinlə. Yəni, burada qrup işində müxtəlif sənədlər hazırlayardıq. Hansı bir sənədlər? Orada deyək ki, kimsə sertifikat hazırlayardı, onun dizaynı. Kimsə dərs planı hazırlayardı. Bu tədbirlər üçün hansı fotolar, sonra kimsə şagird işini hazırlayardı, mövzuya uyğun. Müəllimin rəyini hazırlayardı və internetdən təsadüfi material. Yəni ki, onu da qeyd edək ki, bu internetdən hansı materiallar, üzr istəyirəm, hansı materiallar istifadə olunur, onu da qeyd eləmək lazımdır portfoliyadakı. Hansı pasobiyalar deyək, hansı yəni dərsliklərdir, hansı bir müəlliflərin yəni məsləhətlərindən, biliklərindən istifadə ediriksə, yəni biz onu da portfolyoda qeyd etməliyik. Yəni onu yaddan çıxartmamalıyıq. Portfolyonun
Yəni burada mən danışdım, tapşırıqlar, bu da qiymətləndirmə meyarları, keyfiyyəti görünən necə işdir. Bu strukturun aydınlığı. Yəni bu strukturun aydınlığından biz danışanda biz burada mündəricatı olmalıdır, şəxsi məlumatlar, fəaliyyət nümunələri, nailiyyətlər, refleksiyalar və inkişaf planı kimi bölmələr aydın şəkildə ayrılmalıdır. Materialların məqsədə uyğunluğu orada nə olmalıdır? Burada yalnız bu portfolyoda müəllimin peşəkar fəaliyyətini və inkişafını göstərən materiallar daxil edilməlidir. Hər sənəd portfolyonun məqsədinə uyğun olmalıdır. Bu ikinci qol. Üçüncü deyək, məlumatların ardıcıllığı. Burada nədir? Burada məntiqi və xronoloji qaydada təqdim edilməlidir məlumatlar. Əvvəlki təcrübədən son nailiyyətlərə doğru düzgün ardıcıllıq gözlənilməlidir. Şəxsi fəaliyyəti, real nümunələri burada göstərilməlidir. Dördüncü qolluqda. Deyək ki, burada müəllimin konkret bacarıqları sübutla təqdim olunmalıdır. Yəni, dərs planlarıdır, iş vərəqləridir, layihələrdir, şagird işləridir, foto şəkillər və qiymətləndirmə nümunələri bura daxil olur. Refleksiyanın olması. Refleksiyan, yəni müəllim öz fəaliyyətini təhlil etməli, uğurları və çətinlikləri haqqında orada göstərməlidir. Yəni ki, nədə o çətinlik çəkib, nədə o yəni ki, işini düz görüb, düz seçim edib. O nə öyrəndiyini, sonra və gələcəkdə nəyi dəyişmək istədiyini də orada izah etməlidir. Bu da bir plandır. Peşəkar inkişaf məqsədlərinin konkretliyi haqqında biz danışsaq, burada inkişaf məqsədləri aydın, real, onlar ölçülə bilən və müddətli olmalıdır. Yəni, deyək ki, müddət qoyulur ki, mən 3 ay ərzində 5 interaktiv dərs keçəcəm, dərs hazırlayacağım. Deyək ki, bax, bu da bir belə konkret, yəni ki, tarixini də qeyd etsə, onda bu hazır plandır. Dizaynla danışsaq, burada portfolyo səliqəli olmalıdır, vahid üslubla tərtib edilməlidir, şriftlər rahat oxunmalıdır, sonra rənglər uyğun belə seçilməlidir, çox əlvan da olmamalıdır, solğun da olmamalıdır. Mətnlər, şəkillər, onlar düzgün yerləşdirilməlidir. O faylı qoyub, bu faylın üstündə mövzu da yazılsa, o lap səliqəli və düzgün olar. Hər material yanında onun nəyi göstərdiyi və müəllimin inkişafına necə təsir etdiyini qısa şəkildə də olsa, onu orada biz gərək izah edək. Şagirdlərin, yenə deyim, foto şəkilləri və işləri yalnız onların icazəsi ilə, yəni niyə mən bunu təkrar edirəm, elə ailələr olur ki, onlar sonra narazıçılıq bildirir ki, ya o şəbəkədə niyə qoymusunuz mənim uşağımın şəklini, mən istəməzdim. Yəni, bax, bunların hamısını icazə almaq lazımdır və o şəxsi materiallar qorunmalıdır. Və yenilənmədən danışmaq nə üçün lazımdır? Ona görə ki, mən keçən il keçirtmişəm, ya mən ilin əvvəli keçirtmişəm, xeyr. Biz müəllimlər, biz daim onsuz da gündəlik iş üçün biz o iş vərəqidə, fərdi plandır, onların hamısını hazırlayırıq. Ona görə o köhnələnmiş materialları biz gərək çıxardaq. Yəni, bu il yeni tədris ildir, 2026-2027-ci tədris ili üçün bizim qovluğumuz boşalıb, keçən ilki tədris ilin materiallarını biz ayırmışıq.
İndi ola bilər ki, oradan biz nəysə lazım olanda götürüb əlavə edə bilərik. Amma yəni biz onu geri saxlamayaq. Yeni tədris ili yeni qovluqla başlayaq. Yəni